Əxlaqsızlığın, tərbiyəsizliyin əsas qaynağı ailədə məhəbbətin azlığıdır. Gedir, məhəbbət dilənçisinə çevrilir insan. Diqqət dilənçisinə çevrilir. Əl açır, məhəbbət dilənir. Ona görə gedir, olur əxlaqsız. Ondan da həmişə cəmiyyətdə nadürüst adamlar var, istifadə edir. Görür ki, bu məhəbbət acıdır, məhəbbət göstərir, torra salır onu. Məhəbbətlə təmin olunan heç zaman fəsada tərəf getmir. Başlıca bəla, bütün cinayətlərin əsası, axtarın cinayətkarların əksəriyyətinin ailədə məhəbbət görməməsinin nəticəsidir. Ailədə belə olanda Allahla da münasibət bu müstəvidə olur. Onda gözü tox olur, bəndəlik gözü toxluq sevir. Allahın məhəbbətini o qədər hiss edir ki, dünya nə qədər naz edirdir ki, düşündalıca. Mən lazım olan məhəbbəti, rəhməti almışam. Mənim sən heç nə təzə bir şey təklif eləyə bilməzsən, səndə yoxdur. Mən rəhmətin mənbəyinə bağlanmışam. O mənə hər şeylə təmin eləyir.